Siz elə bilirsiniz ki, mənim gözəl izləyicilərim bu kusokları atacağım. Yox. Mən bax bunlardan kompot edəcəm. Hamısını da belə doğrayıb. Maşallah çox keyfiyyətli deyil, o saatda qızar. Bax bunların hamısına mən kompot edəcəm. Heyva kompot. Bir dənəsinə baxın, görün nə gözəldir. Xarabı çox idi heyvanın. Tam yetişmiş heyvadır, ona görə bax belədir. Xarab deyil ha qızlar, amma yetişmişdir. Bunları düzdür, mürəbbiyə vurmadım. Ancaq kompot üçün edəcəm. Xırda doğrayıb. Böyle qəşəng bir kompot edəcəm. Heyvanın kusokları, xarabları. Ev üçün edirəm. İndi elə evə də edirəm. Bu təbii bir meyvədir. Ona görə bunu ev üçün kompot edirəm. Atma dənəsi sağdır. Atmaq olmaz o yana da belə. Siz də bir kusokunuzu da o yana atmayın. Demək qızlar, mən bu biraz turşu olduğu üçün mən həmişə yarıdan tökərdim belə. İndi biraz dolu. Mən çox tökmürəm. Yəni bu 3 kiloluq bir bankadır. Mən bura tökəcəm. 2 stəkan dolu edirəm də belə. Yarım. Gördünüz də mürəbbə elədim. Onun belə deyək ki, çıxarından da 1, 2, 3, 4, 5, 6, demək 5 litr, 6, 7, 8 litrlik bir kompot əldə etdim. Bunu da qış tədarükü inşallah ev içində elədim. Yəni gündəlik də bu günümüz üçün də kompot elədim. Belə siz də heç nəyinizi itkiyə verməyin. Belə mənim kimi hazırlayın, evinizin ruzi bərəkətini bol edin. Gözəl qızlar, gözəl xanımlar, siz mənim elədiyim kimi eləyin, valla çox gözəl olacaq. Bankam çartlayar. Mən biraz tökürəm, qoydum bu qızıq bankaları. Bankaların hamısını düşmüşəm. Yaxşı. Elə bildim ki, tələsmişim. Demək qızlar, mən suyum azdır. Şübhəsiz ki, bu boyda suyu bu görməyəcək. Ona görə hamısına yarı tökürəm. Ki, tam mən axıra qədər bu burada belə qəşəng, belə yaxşı olacaq da belə deyək. Mən hamısına gözünüzün qabağında biraz tökürəm. Ki, bu bankaların boş qalması. Çünki su azdır, 4 litrlik qazandı. Hamısı orada istidə qalsın. İkisi doldu. İndi suyunu təzdən doldurun. Belə də baxıram, qızlar, görürəm ki, axıdır, axıtmır. Ay maşallah. Var olsun. Belə, bu qaydada hazırlayın. Əlim o qədər istiyə düşüb ki, istiyə də çarsan. Bizim əllərimiz bişib istidir.
Mən heç bunları bükmürəm belə. Çünki qaynatmışam, qaynar suda bir 20 dəqiqədə, 30 dəqiqə, 40 dəqiqə belə suda qalıb, qaynar suda. Yarısını tökdüm qaynar suyun. O birisi hazır olan zada yenə qaynar suyun içində qaldı. Qaynadı, demək olar ki, təmiz bir, belə qorxusuz. Mən fikirləşmirəm ki, turşuyacaq pesoğazdır və yaxud belə bağla, gələn qışda da işlədə bilərsən. Bəyənməyi unutmayın, takip edin, yazın, bəyənin. Necə ürəyinizdən keçir, elə də yazılarınızı yaza bilərsiniz. Amma bəyənməyi unutmayın. Çünki mən onu zəhmətlə qəşəng bir göstəriş eləyirəm. Cavan qızlarımız baxsın. Yarısını mürəbbə edək, yarısını da belə doğrayıb bu qədər ortaya bir ərsiyə, ortaya bir nəysə kompot çıxartdıq və evimizin produktunu elədik. Belə siz dedim.